Bəs pulsuz necə biznes açmaq olur? Başa sala bilərsiniz. Pulsuz biznes açanlardan biri də mənəm. Özdə gözlədiyinizdən də çox insanlar pulsuz biznes açıb. Başa sala bilərəm ha. Kimdən, çox adamdan soruşsa deyəcəklər ki, bir köpüksüz başlamışam. İndi o demək deyil ki, tam bir köpüksüz başlayırlar. Məndə məsələn belə olub, bir çoxsunda da elə olurdu. Tutaq ki, haradasa dövlət idarəsində, yəni haradasa işləyirsiniz, aylıq müəyyən maaş alırsınız. İndiki pulla deyim də, tutaq ki, 300-400 yığdınız, əlinizdə 500.000 manat nəsə var. Başqa heç bir ehtiyatınız yoxdur da, hansısa bir işə həvəslə girişirsiniz, başa düşürsünüz ki, bu sahədə nəsə pul. Görürsünüz ki, maraqlı olur, biznes tutur, elə eyni pulla, qazandığınız pulla gündəlik başlayırsınız, artırırsınız, elə sonra biraz da yekəldirsiniz biznesinizi, olur böyük biznes. Sonra növbəti bizneslərinizi açanda artıq pulla başlayırsınız.